Axşamınız xeyir olsun müəllimlər. Deməli, bizim bugünkü dərsimiz olacaqdı 8-ci sinifdən. Mövzu 22 ərzaqların saxlanılması ev şəraitində konservləşdirmə. İndi baxaq mövzuya. Burada nə deyir? Deyir ki, meyvə və tərəvəzlər vitamin, mineral, karbohidratlarla zəngin qida məhsuludur. Biz 6-cı sinifdə bu meyvə və tərəvəzləri keçən zaman görmüşdük da ki, karbohidrat da var idi, vitamin də var idi tərkibində, minerallar da var idi. Amma bu qida məhsulunun mikroorqanizmlərin təsiri nəticəsində tez xarab olur və öz keyfiyyətini itirir. Meyvə və tərəvəzlər əsasən cənub ərazilərində yetişir. Ona görə də konservləşdirmə il boyu və ölkənin bütün ərazilərində imkan yaradır da buna istifadə eləməyə. İndi baxaq görək konservləşdirmə nədir? Konservləşdirmə qida məhsullarının zərərli mikroorqanizmlərin həyat fəaliyyətini dayandırmaqla qoruyub saxlamaqdır. Bax, zərərli mikroorqanizmlərin həyat fəaliyyətini dayandırıb, qorunub saxlanılması deyəndə biz götürcəyik konservləşdirməni. Deməli, yeyinti məhsullarının saxlanma müddətinin uzadılmasının bəzi digər üsulları da, yəni konservləşdirməyə aid edilir. Deməli, indi baxaq görək konservləşdirmənin əsas üsulları nədir? Deməli, sterilləşdirmədir, qurudulmadır, hisə verilmədir, qaxac edilmədir, duza qoyulmadır. Yəni, bunları biz keçəcəyik. Dondurulmadır, bir də şirələrin hazırlanmasıdır. Məsəl üçün, dondurulmada qida dəyərinin qorunmasının ən yaxşı üsuludur. Yəni, həmin o meyvə tərəvəzlərin. Deməli, qida dəyərliliyinin qorunmasının ən yaxşı üsulu hansıdır desə, bu tərəvəzlərin, meyvələrin saxlanmasında. Onda biz aid edəcəyik dondurulmanı konservləşdirmədə. Amma bundan əlavə mürəbbədir, cemdir, jeledir, şirədir. Bunların hazırlanması da konservləşdirməyə daxil olunubdur. Deməli, konservləşdirməyə nələri aid etdik? Aid oldu hisə verilmə, sterilləşmə, qurudulma, qaxac edilmə, duza qoyulma, dondurulma, həmçinin də mürəbbələrin hazırlanması, cemlərin hazırlanması, jelələrin, şirələrin, yəni o kompotlar ki, soklar ki var, hazırlayıb saxlayırıq, onlar. İndi bir-bir baxaq bunlara. Bax, sterilləşmə nədir? Sterilləşmə qida məhsulunun tərkibində və istənilən digər mühitdə mikrobların məhv edilməsidir. Məsəl üçün, sadəcə qida məhsullarının tərkibində bir sterilləşmə aparırıq. Ümumiyyətlə, steril şeylər olur. Məsəl üçün, gözəllik salonuna gedirik, baxırıq, soruşuruq, yəni sterildirmi sizin alətləriniz? Bizə mikrob keçməz ki, oradan. Yəni, təkcə qida məhsullarında getmir sterilləşmə. Bütün, yəni istənilən digər yerdə mikrobların məhv edilməsidir. Mühit də deyəndə burada götürübdür konserva bankasındakı şirələr, məsəl üçün sosdur, yağdır, sudur, bulyondur, həmçinin hava başa düşülür burada. Məsəl üçün sterilləşmədə də əsas istilik vasitələri buxardır, sudur, bir də nədir? Havadır. Deməli, əsas üçündən istifadə olunur. Sonra qurudulma nədir? Bax, desək ki, konservləşdirmənin ilkin üsullarındandır, götürcük qurudulmanı. Sonra dondurulmada nə demişdik? Demişdik ki, konservləşdirmədə ən yaxşı üsul dondurulmadır. Amma ilkin üsul desə, götürcük qurudulmanı. İndi baxırıq, qurudulmada qida məhsulunun tərkibindəki rütubət kənarlaşdırılır, mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit olmur. Qurudulma da açıq havada, küləkdə və vakuumda, yəni havasızlıq yerində həyata keçirilir. Məsəl üçün, biz oduncağın qurudulmasını keçmişdik. Deyirdik ki, orada nə deyirdik? Deyirdik ki, oduncaqdan rütubətin kənarlaşdırılması idi. Düzdürmü? Bunu da yəni ki, açıq havada, talvar altında, müxtəlif qurutma kameralarında biz icra edirdik. Bu da bir növ ona bənzəyir. Burada da meyvələrin yəni ki, qurudulmasından gedir, rütubətinin kənarlaşmasından gedir. Sonra var hisə verilmə. Hisə verilmə kimyəvi konservləşdirmə və bir qədər də susuzlaşdırılmadır. Məsəl üçün, deyərik ki, qurudulma susuzlaşdırılmanı görərik testdə, deyərik bu qurudulmaya aiddir. Amma yadınızda qalsın ki, hisə verilmədə də S hərfi var, susuzlaşdırma da deməli S ilə başlayır. Amma qurudulmada
U hərfi var, rütubət kənarlaşdırılır. Rütubətdə də U hərfi var. Yəni bu şəkildə uyğunlaşdıraq, düz deyil, məntiqlə bizi bu susuzlaşdırma, qurudulmaya aparacaqdı. Hamımızın hər söz yadında o qədər də qalmır ki, ona görə belə uyğunlaşdırıram ki, deməli hissə verilmədə S hərfi oldu. Testdə susuzlaşdırma görəndə hissə verməni götürəcəyik. Amma qurudulmada U-lar var. Deməli rütubət görsək, rütubətin kənarlaşdırılmasını aid edəcəyik qurudulmaya. İlkin üsullardandır qurudulma. Deməli, hissə vermə prosesində ərzaq məhsulu quruyur, tüstünü canına çəkir. Bilirik ki, hissə verilmə his tüstüdən çıxır. Sonra qaxac edilmə. Bax, qida məhsulunun susuzlaşdırılması və xörək duzu ilə kimyəvi konservləşdirilməsidir. Bax, biz hissə vermədə nə dedik? Dedik ki, sadəcə susuzlaşdırılmasıdır. Amma qaxac edilmədə həm susuzlaşdırılır, həm də xörək duzu ilə nə edir? Kimyəvi konservləşdirilir. Yəni, tək susuzlaşdırılma olmur qaxac edilmədə. Qıcqırtma nədir? Qıcqırtma da, bir dəqiqə yuxarı qaldırım görəsiz. Deməli, qıcqırtma da qida məhsulunun turşularla bioloji saxlanması və duzlanmasıdır. Deməli, qıcqırtma deyəndə biz bilirik ki, qıcqırmış, məsəl üçün, hər hansı bir meyvədən, tutmadan bir cürə bir iyi gəlir də, turş iyi gəlir. Turş daşır. Yəni, bunu belə yadda saxlayırıq ki, qıcqırtma turşularla bioloji saxlanma və duzlanmasının vəhdətidir. İndi baxaq görək ev şəraitində konservləşmə üçün hansı avadanlıqlar tələb olunur. Baxın, burada şəkil var. Şəkildə də görürsünüz avadanlıqları. Yenə də bir nəzərdən keçirək. Görək kitabda bizə nə verilibdir. Bax, ev şəraitində konservləşdirmə üçün uyğun avadanlıq və qablaşdırılma materialı seçilməlidir. Məsəl üçün, bunlardan biri olmadıqda biz onu işimizi rahat görə bilmərik. Məsəl üçün, maşın olmasa biz bankanı bağlaya bilmərik. Yenə bu olmasa biz dəsmalla da bitəri götürürük. Deməli, nə olmalıdır? Avadanlıq və qablaşdırma materialı. Konservləşdirmə üçün ən etibarlı qablaşdırma materialı nə oldu? Banka oldu. Banka təkrar istifadəyə yararlıdır, davamlıdır, istənilən ərzaq üçün əlverişli və kip qablaşdırma vasitəsidir. Deməli, biz nəyə görə bankadan istifadə elədik? Etibarlı vasitədir, təkrar istifadəyə də yararlıdır. Sonra həm də kip qablaşdırma vasitəsidir. Bundan başqa konservləşdirmə də mətbəx avadanlığı kimi aş süzəndir, emallı ləyəndir, qazandır, bıçaqdır, sürtkəşdir, tərəvəz doğrayan tərəvəz doğrayandır, banka üçün tutqaşdır, qapaq bağlayan maşındır. Yəni, bunlar hamısı nədir? Bizə lazım olan avadanlıqlardır. Ondan sonra kip bağlama nədir? Deməli, kip bağlama emal edilən məhsula mikroorqanizmlərin və havanın düşməsinin qarşısını alır. Yəni ki, biz bilirik ki, hər hansı bir banka biraz hava düşərsə, o bankanın qapağı atır, ya qapaq şişir, içindəki məhsul qıcqırır. Deməli, kip bağlama nə üçündür? Hava ilə mikroorqanizmlərlə o məhsulun təmasının kəsilməsidir, qarşısının alınmasıdır. Deməli, qablaşdırmanın kip bağlanması konservlərin ərzaq və əmtəə məhsulu kimi mövcudluğunun əsas şərtidir. Yəni ki, bu kip bağlama olmasa, bizim o konservlərimiz qala bilməz, xarab olar. Deməli, əsas şərt nədir orada mövcudluğunun? Kip bağlanması. Deməli, məhsulu konservləşdirmək təkcə mikroorqanizmlərin məhv edilməsi deyil, həmçində onların yenidən yaranmaması mühitinin yaradılmasıdır. Həm məhv edirik, həm də ki, ora hava girmədiyi zaman təkrar o mikroorqanizmlər həmən ərzaqların üzərində yaranmır. Bəs deyir ki, burada, bəs konservləşdirmə texnologiyası nədən ibarətdir? Deməli, konservləşdirmə iki mərhələsi var konservləşdirmənin. Mexaniki emaldır, bir də var isti emal. Deməli, bir neçə mərhələsi var. Burada baxırıq, bir də baxaq. Biri mexaniki emaldır,
Biri də nədir? İsti emaldır. İndi baxaq görək mexaniki emala nələr daxildir, isti emala nələr daxildir. Deməli, birinci mərhələ mexaniki emaldır. Mexaniki emala daxildir növlərə ayırmadır, yumadır, təmizləmədir, doğramadır. Amma bizdən testdə soruşsa ki, konservləşmə texnologiyasının isti emal mərhələsinə nələr daxildir? Yadınızda qalsın ki, qablama materiallarının hazırlanması, çəkilib qablara doldurulması, ağzının bağlanması, sterilləşməsi, pasterizə edilməsi və hazır məhsulun saxlanması. Yuduq, təmizlədik, doğradıq, nağardıq. Ondan sonra isti emaldır. Birinci, məsəl üçün, salat hazırlayırıqsa, qablama məhsulunu hazırlayırıq, sonra onu qablara doldururuq, kip bağlayırıq, sterilləşdiririk, pasterizə edirik, hazır məhsulu saxlayırıq. Saxlama da qaranlıq yerdə olmalıdır. İndi davam eləyirik. İndi birinci baxırıq mexaniki emala. Mexaniki emal nədən başlayır? Növlərə ayırmadan. Növlərə ayırmaydı, yumaydı. Bunlar mexaniki emaldır. Bax, deməli, meyvə və tərəvəzlər keyfiyyətinə, yetişmə dərəcəsinə və ölçüsünə görə növlərə ayrılır. Bax, burada köy sözü ilə yadımızda saxlayırıq. Növlərə, növ, deməli, növ 3 hərfdən ibarətdir. Köy də 3 hərfdən ibarətdir. İndi baxaq görək nədir bu? Bax, keyfiyyətinə görə kığdır, yetişmə dərəcəsidir. Bir də ölçüsünə görə növlərə ayrılır. Bunu da köy sözü ilə uyğunlaşdırıb yadınızda saxlayın. Kitabın bir qırağından karandaşla yaza bilərsiniz. Bax, kənar tullantılar, məsəl üçün yarpaqdır, saplaqlardır. Bunlar təmizlənir. Çürümüş, kal, çox yetişmiş, solmuş, əzilmiş hissələr kənarlaşdırılır. Məsəl üçün kompotdur, marinaddır, mürəbbədir. Bunların hazırlanmasında meyvə və gilə meyvələrin ölçüsüdür, rəngidir, formasıdır. Bunlar böyük rol oynayır. Məsəl üçün elə meyvə var ki, çox böyük olduğu zaman onu bölürük, mürəbbələrin hazırlanır. Yəni bu şeylərə diqqət yetiririk. Sonra yuma nədir? Meyvə və tərəvəz və gilə meyvələrin emalında mühüm mərhələdir. Məsəl üçün testdə düşər ki, mühüm mərhələ nədir? Yadınızda qalsın ki, yumadır. Yuma məhsulları, məsəl üçün məhsulların səthində olan çirki, zərərli mikroorqanizmləri, zəhərli kimyəvi maddələri kənarlaşdırmağın ən etibarlı üsuludur. Yəni, yuyaraq biz onu təmiz bir hala gətiririk. Çəkilib qablara doldurulma nədir? Deməli, çəkilmə xam malın və ərzaq siyahısında göstərilən əlavələrin lazımi qaydada qoyulması üçün tələb edilən bir mərhələdir. Məsəl üçün, biz starişli salat hazırlayırıq adicə evimizdə. Hamısını nə edirik? Çəkisinə uyğun eləyirik, düzdür? Burada da həmən elə mərhələdən gedir də söhbət. Sonra gəlir təmizlənmə və doğranma. Təmizlənmə və doğranma, bu nə deməkdir? Təmizləmə zamanı meyvə və tərəvəzlərin yeyilməyən, zədəli, az dəyərli hissələri, məsəl üçün, bunlar hansılardır? Qabıqlardır, yarpaqlardır, kasa yarpaqlar, saplaqlar, çərdəklərdir, çərdək yuvacıqlardır ki, bunlar kəsilib atılır. Pörtlətmə nədir? Pörtlədən zaman bilirik ki, orada qaynar sudan, buxardan istifadə edirik də. Xam malın qaynar su və buxarla emalıdır. Bu zaman məhsulların təbii rəngi qorunur, onları bankaya kip yerləşdirmək asanlaşır. Üzərinə isti şirə, marinad töküləndə həmin o şeylər pörtləndiyi üçün, ilkin emaldan çıxdığı üçün o isti məhlul tökülən zaman çatlamır. Keyfiyyətli konserv əldə edilir. Deməli, qablama məmulatlarının hazırlanması. Bax, hazır məhsulu konservləşdirmək üçün bankalar, şüşələr, taxta çəlləklər, yeşiklər, emallı çənlər, vedrələr və s. tələb olunur. Düzdürmü? Qablama məmulatları üçün. Deməli, doldurulmamışdan qabaq qablama məmulatı isti soda məhlulu ilə yuyulur. Bunu biz yumurtada da dedik ki, bayaqlarım onlar da yuyulurdu. Sonra qaynar su ilə yaxalanır. Doldurulmadan öncə qablama məmulatı sterilləşdirilir. Yəni, steril hala gətirilir. İndi baxaq ki, sterilləşmə nədir? Sterilləşmə mikroorqanizmlər. Mikroorqanizmlər deyəndə də bakteriyalardır, göbələklərdir, virus daxil olmaqla, yəni bütün bu mikroorqanizmlərin növləri sterilləşmə zamanı məhv edilir. Bunun üçün yuyulmuş banka geniş qazanda nə etməlidir? 5 dəqiqə qaynamalıdır.
Deməli, qazanda qaynanması 5 dəqiqədir. Amma şüşə və metal qapaqlardır, rezin aralıqlardır, tıxaclar və s. Bunlar artıq qazanda qaynatmırlar. Sadəcə qaynar suda 10-15 dəqiqə sterilizə edirlər. Deməli, bankanı 5 dəqiqə geniş qazanda qaynatdıq sterilləşdirmək üçün. Amma şüşə metal qapaqlardır, rezin aralıqlardır, tıxaclardır. Bunları sadəcə 10-15 dəqiqə qaynar suda sterilizə edirik. Ev şəraitində də bu sterilizə qaynar suda aparılır. Bunun üçün də geniş dibi olan qazan götürülür ki, eyni ölçülü bir neçə banka həmin o qazanın içərisinə yerləşsin. Qazanın dibinə əvvəlcə 2,5-3 sm hündürlüyündə taxta və yaxud metal tor qoyulur. Deməli, əvvəlcə toru qoyuruq, daha sonra onun üzərinə dəsmal salırıq. Həmin o metal torun da hündürlüyü 2,5 deməli 3 sm oldu. Sonra qazana su tökürük. Bax, deyir ki, əgər banka dəmir qapaqla bağlanırsa, su tərəvəzlə bir hündürlükdə tökülməlidir. Yəni, tərəvəz nə qədərdirsə, su da o qədər onun üzərinə tökülməlidir. Sterilizə zamanı bankalar nə qədər bir-birinə, nə də ki, metal qazanın kənarına toxunmamalıdır, çünki çatlaya bilər. Sonra nədir? Deyir ki, şüşə qablaşdırma çatlamasın deyə suyun hərarəti konservlərin hərarətindən artıq olmamalıdır. Yəni ki, o konservlər necə ki, isti-isti tökülüb də, o suyun hərarəti də o formada və yaxud soyuq formada yığırıq tutmaları, sonra soyuq su tökürük, qoyuruq, qaynayırıq. Elə olmalıdır. Yəni ki, o su ilə konservin temperaturu eyni olmalıdır ki, şüşə qablaşdırma çatlamasın. İndi baxaq görək soyudulma prosesi necə gedir. Deməli, qaynatdıq, qaynadandan sonra da soyudulma prosesi icra olunur. Bax, deyir ki, pasterizə və ya sterilizə bitəndən sonra bankalar qazandan xüsusi tutqacların köməyi ilə götürür. O qayçıya bənzər şey var, sıxıb götürürük qapağı hissəsindən. İçinə az miqdarda qaynar su olan digər qazana yerləşdirilir. Deməli, qaynadandan sonra götürdük, az miqdarda qaynar su olan başqa bir qazana qoyuruq həmin o qaynanmış bankaları. Sonra həmin o içində az miqdarda su olan qazana bankaları içinə qoyandan sonra ehtiyatla soyuq su əlavə edirik. Sonra o suyu boşaldırıq, sadəcə soyuq su tökürük. Deməli, əvvəlcə çatlamasın deyənə qazanı götürdük, qazandan götürdük bankanı. İsti qazandan, qaynanmış qazandan bir balaca isti su olan bir qazana qoyduq. Sonra o isti su ilə birbaş soyuq suya qoysaq çatlayar o bankalar. Yavaş-yavaş üstünə soyuq su əlavə elədik. Ondan sonra da o qazandan çıxardıb o suyu süzüb təkrar tam soyuq suyun içərisinə qoyduq. Bütün bu əməliyyatlar çox ehtiyatla yerinə yetirilməlidir. Çünki hərarət dəyişikliklərindən banka çatlaya bilər. İndi baxaq görək konservlərin saxlanması prosesinə. Görək onu necə saxlamaq lazımdır. Baxaq. Deməli, ev şəraitində ağzı kip bağlanaraq konservləşdirilmiş bankaları adətən qaranlıq yerdə saxlayırlar. Nəyə görə? Məsəl üçün, bütün tutmadır, kompotdur, nə bilim, mürəbbədir, hamısını aparırıq, biz birinci mərtəbədə podvallarımız olur, ora qoyuruq. Çünki qaranlıq yerdə saxlamaq lazımdır, kip bağlanmış konservləri. Deməli, bu zaman konservləşdirilmiş məhsullar öz rəngini, bir də qida dəyərliliyini qoruyub saxlaya bilir. Yəni, qaranlıq yerdə saxlamağımız ondan üçündür ki, o məhsullar öz rəngini, qida dəyərliliyini qoruyub saxlasınlar. Yəni ki, vitaminləri itməsin. Saxlama zamanında temperatur 4-8 dərəcəni keçməməlidir. Yəni, 4-8 dərəcədən yuxarı qalxmamalıdır. Məsəl üçün, biz tərəvəzlərdə deyirdik, 1-3 dərəcə temperaturda olmalıdır, saxlamaq lazım. Bax, burada da deməli, konservləşdirmələrin saxlanması zamanı 4-8 dərəcəni keçməməlidir. İndi baxaq görək hansı təhlükəsizlik qaydaları var. Deməli, birinci nədir? İşə başlamazdan əvvəl biz bütün, yəni yemək işlərinə, şirniyyat işlərinə başlamazdan əvvəl nə edirik? Əllərimizi sabundan yuyuruq, önlüyümüzü taxırıq. Sonra qablaşdırma məmulatlarını əsaslı surətdə yumaq, buxara vermək və yaxud sterilləşdirmək lazımdır. Sonra konservləşdirmək üçün ərzaqları diqqətlə seçmək, yəni növlərə ayırırıq da, əzilmiş, zədələnmiş yerləri kənarlaşdırmaq lazımdır. Bax, burada bir cümləni yadda saxlayın, 4-cüyə baxırıq.
Bax, burada nə deyir? Deyir ki, ərzaqları paslanmayan poladdan olan bıçaqla kəsmək lazımdır, təmizləmək, doğramaq lazımdır. Yəni təhlükəsizlik qaydalarına riayət edərək. Ərzaqların sterilləşmə və bişmə vaxtını gözləməklə